Salam. Biz daha öncəki videolarda sadə həcm hesabatı necə olur o haqda öyrənmişdik. Bu dəfə mən sizə həcm hesabatının kartoqramma üsulu ilə necə həyata keçirilir onu göstərəcəm. Ümumiyyətlə kartoqramma nədir? Biraz o haqda danışım. Kartoqramma yer səthinin yüksəkliyə əsaslanaraq çəkilən konturlarının necə deyirlər, bir vizual təqdimatıdır. Əslində kartoqram ərazinin, yer səthinin bir növ xəritəsidir. Amma yəni vizual olaraq və konturlarla, yüksəkliklərlə, xəttlərlə təmsil olunan bir növüdür. Kartoqramın əsas məqsədi ərazinin topoqrafik xüsusiyyətlərini başa düşməkdir. Yəni vizual olaraq başa düşmək, həm də elektron olaraq. Hər bir kontur xətti müəyyən bir yüksəkliyə uyğun gəlir. Məsəl üçün, ərazidə qazmalar varsa, dolğu, qazma hər ikisi eyni anda varsa, ərazidə həmin qazmaların, həmin dolğuların tam olaraq vizual olaraq görüntüsünü yaradır. Yüksək sıxlıqda olan konturlar ərazinin dik və ya enişli olduğunu göstərir. Daha geniş aralıqda çəkilən konturlar isə daha düz ərazilər göstərir. Ümumiyyətlə, kartoqrammalar əsas istifadə olunur torpaq işlərində, qazma dolğu işlərində. Ən çox istifadə olunan sahə şaquli planlamadır. Gəlin keçək kartoqrammanın necə istifadə olunur. Demək, əlimizdə iki səth var. Bunlardan biri qara kodlardır. Yəni, qara kodlar nədir? Biz ərazini ilk öncə qəbul etmişik. Orada ümumi ölçmə işləri aparılıb və əlimizdə necə deyirlər, bir syomka var və bir də əlimizdə bir syomka var, ərazinin layihə səviyyələri. Və biz iki səth yaratmışıq. Bizim iki səthimiz artıq yaranıb. Mən o səthləri artıq yaratmışam. O haqda çünki videomuz var deyə kubaj hesabı ilə. Daha ona vaxt çox itirməyəcəm. Səthlərimiz hazırdır. Qırmızı bu bizim layihə səthimizdir. Bir də qara kodlarımız siyah deyilən. Bu da bizim işə başlamadan əvvəl ərazini syomka etdiyimiz bir səthdir. Normal halda əgər kubaj hesablamaq istəyiriksə, burada analizdən volume dashboard deyirik. Buradan 1 və 5 metr aralıqlı əyrilər seçirik. Burada baz surface-də ilk olaraq qara kodlarımızı veririk. Çünki bizim hal-hazırda ərazimiz real vəziyyəti budur. Ondan sonra bizim layihə səviyyəmizi seçirik, yəni qırmızı. OK deyirik və kubaj hesablanır. Kubaj hesablanandan sonra baxın, burada bunu ekrana yazdıraq. İndi kartoqramma ilə bunu müqayisə edəcəyik. Bu əsas istifadə olunur kartoqramma, şaquli planlama işlərində daha çox istifadə olunur. Deməli, burada nə var? Bizim kat fil 33685 kub qazmamız var, 45774 kub dolğumuz var. Və biz bunu ilk olaraq indi kartoqramma şəklində görmək istəyirik. Mən bir proqram əlavəsi əlavə edəcəm videonun sonunda şərh bölməsində. Onu yükləyərsiniz, kartoqrammadır və avtomatik olaraq o sivil 2018 üçün yaradılıb və yüklədikdən sonra avtomatik olaraq bu toolbox bölməsində yaranacaqdır. Burada sazdaç kartoqramma var. Sazdaç kartoqrammaya bir dəfə vurandan sonra belə bir pəncərə açılır. Burada yenə ilk öncə sadə həcm hesabatında necə hesablayırdıq? Eyni ardıcıllıqla ilk öncə qara kodları seçirik. Yəni qara kodlar deyəndə qara səth yaratdığımız o üçgənləri. Ondan sonra qırmızını seçirik. Və burada deyir ki, bir sərhəd belirləmək lazımdır. Sərhədimiz də var. Bu sərhəddə vururuq. Və burada hər hansı bir üçgənin ortasından bir referans almaq üçün bir nöqtə seçirik. Və burada da kartoqrammanın necə deyərlər, kvadratların ölçüsünü
Burada biz 10 metrədən də bir qoyarıq. Əraziniz balacadırsa, kiçik ərazidirsə 10 metrədən, 5 metrədən bir qoya bilərsiniz. Əraziniz böyükdürsə 20 metrədən bir normal bəsirdir. Burada triangulyasiya üsulu ilə hesablayacaq. Buna heç bir şey eləmirik, qalacaq. Burada rəngləri dəyişirik. Qazma qırmızıda olsun. Dolğu isə daha yaxşı olar ki, yaşılda olsun dolğu. Və OK deyəndən sonra kartoqramma hesablanacaq. OK deyik və kartoqramma hesablanır. Hardasa kartoqramma hesablanması bir dəqiqə vaxt alır. Və hesablama gedir. Bəli, kartoqram artıq hazırdır. Biraz uzaqlaşdırırıq. Burada üçgənləri bağlayaq ki, tam olaraq aydın görək kartoqramma cizgilərini. Bəli. Bu kartoqrammanın üstünlüyü nədən ibarətdir? Burada artıq biz ərazimizdə harda dolğu, harda qazma olduğunu açıq, aydın, aşkar şəkildə görürük. Yəni gördüyünüz kimi qazma olan yerlər qırmızıdır, dolğu olan yerlər yaşıldır. Və 20-nin 20-ni kvadratlarla burada necə deyərlər, kartoqram cizgiləri xəritəsi çəkib. Burada aşağı səviyyə, yuxarı səviyyə atmetkalar göstərir və arasındakı olan səviyyə fərqləri göstərilir. Və burada plus 1377.55, yəni burada 1377.55 kub dolğu istəyir. Yaşıldırsa dolğu istəyir. Əgər qırmızıdırsa, məsələn, burada 156.37 kub bu kvadratda, yəni 20-nin 20-yi olan kvadratda 156.37 kub qazmadadır. Bu daha çox yarayır şaquli planlama işlərinə. Nəyə görə? Məsələn, şaquli planlama etməmişdən qabaq deyək ki, əlimizdə ərazinin real vəziyyəti var, syomka eləmişik və əlimizdə ərazinin şaquli planlamadan sonra olacaq layihə vəziyyəti var, nöqtələrlə deyək ki, və yaxud özümüz hazırlamışıq layihəyə əsasən və biz dolğu qazma hesablarını müəyyənləşdirməliyik ki, bura nə qədər texnika cəlb olunsun, nə qədər müddətdə iş gedəcək burada və dolğu qazma həcmlərini ümumi hesablamalıyıq. Bunun üçün biz kartoqramma hesabı bizə çox lazım olacaq və buradan da aşağıda da ümumi həcmləri çıxardır. Dolğu, qazma. Burada bütün kvadratların elə bir ki, cəmin verir. Ən sonda da nəticəni verir. Yəni, tam nəticəni, ümumi toplamı verir, summativ. Deməli, fil 45.826 kub dolğumuz var, 33.538 kub qazmamız var. Bu qədər. Ümid edirəm ki, işinizə yarayacaqdır. Nəsə suallarınız olsa, şərh bölməsində bildirə bilərsiniz. Hal-hazırda mən sizə göstərəcəm kartoqramma proqram əlavəsi necə yüklənir. Onu da şərhlər bölməsində yerləşdirəcəm. Çox sağ olun. Proqram əlavəsi modul kartoqramma dili AutoCAD Civil 3D 2018 adlanır. Quraşdırmaq çox sadədir, göstərirəm. Bunu basırıq və belə bir pəncərə açılır. Ondan sonra bunu basırıq və həmən paket ustanovşik gəlir. Next deyirik və artıq məndə hazır olduğuna görə, ustanovka olunduğuna görə belə bir pəncərə açılır. Sizdə avtomatik artıq ustanovka olunacaq. Mən proqramı yerləşdirəcəm şərh bölməsində.
siz o proqramı quraşdıran kimi avtomatik Civil 3D-nin necə deyirlər, Toolbox bölməsində, bax bu hissədə Manager Расширений bölməsində yaranacaqdır. Yəni bura gələcəkdir. Gəlməsə, yəni sadəcə bir dəfə Civil 3D-ni açıb necə deyirlər, açıb bağlasaz, o avtomatik bura gələcək.